Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bu videomuzda 6-cı sinif Azərbaycan dili yeni dərslikdə olan sualların izahlarına davam eləyəcəyik. Səhifə 44-də qalmışdıq. Dinləmə mətni Azərbaycan əlifbasının mətninin izahlarına bu videoda baxacağıq. Videoya keçmədən əvvəl kanala abunə olmağı unutmayın. Abunə olun ki, videolarımız daha çox insanın, daha çox şagirdin qarşısına çıxsın. Davam eləyək izahlardan. Birinci sualda deyir ki, Azərbaycan əlifbası mətnini dinləyin. Aşağıdakı mətnin hər abzasına uyğun qeydlər verilmişdir. Qeydlər əsasən mətni nəql edin. Gəlin əvvəlcə Azərbaycan əlifbası mətnini dinləyək. Azərbaycan əlifbası. Dilin səs tərkibini öyrənən elm sahəsi fonetika adlanır. Hər bir dildəki səslər yazıda müəyyən işarələrlə, hərflərlə, heroqliflərlə ifadə olunur. Bu işarələr sistemi qrafika adlanır. Dünyada bir sıra xalqların öz qrafikası var. Lakin geniş yayılmış qrafik sistemlər də var ki, bir çox xalqlar onlardan istifadə edirlər. Bu, Latın, Ərəb, Kiril qrafikalarıdır. Uzun əsrlər boyu Azərbaycanda ərəb qrafikasından istifadə olunmuşdur. Bu, 7-ci əsrdə İslam dininin yaranması və beləliklə ərəb dilinin bütün Afrika, yaxın və orta şərq, hətta Avropaya qədər yayılması ilə bağlı idi. Uzun illər, daha doğrusu 13 əsr Azərbaycanda bu əlifbadan istifadə olundu. Keçən əsrin 20-ci illərində dilimizə daha uyğun olan Latın qrafikasına keçid haqqında qərar qəbul olundu. Lakin bu uzun çəkmədi. 10 il sonra Rus dilində istifadə olunan Kiril qrafikalı əlifba qəbul edildi. Nəhayət 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra biz yenidən Latın qrafikasına keçdik. Latın qrafikası miladdan əvvəl qədim Roma xalqı tərəfindən yaradılmışdı. Bu qrafika Latın dilinin səs tərkibini ifadə edirdi. Bu dildə 26 səs vardı. Ona görə də Latın qrafikasında da 26 hərf vardı. Sonradan bir çox Avropa xalqları bu qrafikanı qəbul etdi. Lakin onların dilində səslərin sayı çoxdur və bəzi səslər Latın dilində yoxdur. Ona görə də hər bir xalq Latın qrafikasında öz səslərinə uyğun dəyişikliklər etdi. Bəzi xalqlar bir səsi 2-3 hərflə işarə etdilər. Məsələn, ingilislər ş səsini yazıda ifadə etmək üçün yanaşı yazılan S və H hərflərindən istifadə etdilər. Digər xalqlar isə öz dillərindəki səsləri yazıda ifadə etmək üçün Latın hərflərinə müəyyən işarələr əlavə etdilər. Məsələn, hərfin üstündə papaqlar, nöqtələr, aşağısında isə quyruqlar qoydular. Bunlara diakritik işarələr deyilir. Bəzi dillərdə Latın hərfləri ilə yanaşı tamamilə yeni hərflərdən də istifadə olunmağa başladı. Azərbaycan dilinin əlifbasında da ilkin Latın qrafikasından fərqli hərflər var. Belə ki, Azərbaycan dilindəki ç, ş, ü, ğ, ö səsləri Latın dilində yoxdur. Buna görə də Latın hərflərinə müəyyən diakritik işarələr əlavə olundu. Əl səsini ifadə etmək üçün yeni hərf yaradıldı. Beləliklə, Azərbaycan əlifbası Latın qrafikası əsasında yaradılsa da, dilimizin səs sisteminə uyğunlaşdırılmışdı. Demək, mətni dinlədik. İndi bizə verib 1, 2, 3, 4 və 5-ci bəndlərdə deyir ki, qeydlərə əsasən mətni nəql edin. Biz bu orada yazılanlardan bir cümlə əmələ gətiririk. Fonetika dilin səs tərkibi deməkdir. Qrafika işarələr sistemi deməkdir. Geniş yayılmış qrafikalara nümunə olaraq Latın, Ərəb, Kiril qrafikalarını göstərmək olar. Sonra Azərbaycan əlifbası 1920-ci illərə kimi ərəb qrafikası əsasında yazılırdı. 1929-39-cu illərdə Azərbaycanda Latın qrafikasına keçid olur.
1939-1991-ci illərdə Azərbaycanda Kiril qrafikasından istifadə olunur. 1991-ci ildən bu günümüzədək hal-hazırda da Latın qrafikasından istifadə edirik. Latın dili səs tərkibində 26 səs, 26 hərf var. Müxtəlif xalqların Latın qrafikasında etdiyi dəyişikliklər 2-3 hərfin birləşdirilməsi SH kimi, CH kimi səslənir. Hərflərdə konfiqurasiya dəyişikliyi göstərilən formalarda, yazılarda qeyd olunur. Latın qrafikalı Azərbaycan əlifbasından fərqli hərflər yeni hərf ədir. Bizim dəyişiklik etdiyimiz hərflərdən Ç, Ş, Ü, Ğ, Ö hərfləri mövcuddur. Yəni burada biz onu nəql etməliyik. Bu tapşırığı yazmadan şifahi şəkildə də baxıb kitaba oxumaq olar. Sonra D variantındakı yazı sualıdır. Bunu artıq biz yazı olaraq qeyd eləməliyik. Sizcə əlifbanın tez-tez dəyişməsi hansı problemlər yaradır? Bu haqqda fikirlərinizi söyləməklə mətnin sonluğunu yazın. Biz yazırıq. Əlifbanın tez-tez dəyişməsi cəmiyyətin inkişafı üçün ciddi problemlər yarada bilər. Təhsilin inkişafında müəyyən ləngimələrə səbəb ola bilər. Çünki yeni əlifbanın öyrənilməsinə əlavə vaxt lazımdır. Əlifbanın dəyişməsi nəticəsində əvvəlki əlifba ilə yazılmış materialların, kitabların yenilənməsi tələb olunur. Bu da əlavə zaman alır. Bundan əlavə əlifbanın dəyişməsi insanlar arasında ünsiyyətə ziyan gətirə bilər. İnsanların bir-birini anlaması çətinləşər. Ona görə də əlifba islahatı ciddi düşünülmüş dövlət siyasəti ilə həyata keçirilə bilər. Biz D variantını bu formada qeyd eləyəcəyik. Sonra mürəkkəb adlar, şəxs və yer adları hansı söz birləşməsini mürəkkəb ad kimi qəbul etmək olar? Fikrinizi əsaslandırın. Danimarka alimi, Gültigin abidəsi, İsveç zabiti, daş kitabı. Mürəkkəb ad hər hansı bir yerin coğrafi verilmiş adıdır və ondan bir dənə olur. Məsələn, Qız qalası. İndi burada da baxıram Danimarka alimi. Danimarkada bəlkə 100 dənə alim var, düzdür? Söhbət hansı alimindən gedir? Dəqiq bir nəfər yoxdur. Ona görə bu mürəkkəb ad deyil, bu söz birləşməsidir. Sonra İsveç zabiti. Yəni İsveçin hansı zabitindən söhbət gedir? İsveçdə Allah bilir nə qədər zabit var, düzdür? Dəqiq bir nəfəri deyə bilmirəm. Demək bu mürəkkəb ad deyil, söz birləşməsidir. Daş kitabə. Hansı daş kitabından söhbət gedir? Yəni bir dənə daş kitabə yoxdur ki, onlarla daş kitabı ola bilər. Ona görə biz bilmirik dəqiq nədir. Gültigin abidəsi bir dənədir. Bu abidəyə baxırıq, deyir ki, bu Gültigin abidəsidir. Bu məsələn Qız qalasıdır. Yəni biz bir dənə xüsusi bir ad vermişik sonra, deməli mürəkkəb ad odur. Ona görə biz fikrinizi əsaslandırın hissəsində yazırıq. Yazı formasında qeyd edirəm bura. Danimarka alimi dedikdə, Danimarkanın hər hansı bir alimi, İsveç zabiti dedikdə, İsveçin hər hansı bir zabiti, daş kitabə dedikdə müxtəlif daş kitabələr nəzərdə tutulur. Gültigin abidəsi dedikdə isə müxtəlif abidələr içərisində məhz həmin abidə nəzərdə tutulur. Çünki Gültigin abidəsi bir dənədir. Yadda saxla hissəsinə baxırıq. Söz birləşməsi şəklində olan mürəkkəb adlar, adlara mürəkkəb adlar deyilir. Bir çox şəxs, yer, ölkə, əsər, bayram və s. adları mürəkkəb ad şəklində olur. Nizami Gəncəvi, Azərbaycan Respublikası, Xəzər dənizi, Novruz bayramı, ad, soyad, təxəllüsdən ibarət olan mürəkkəb adların tərkibində bütün sözlərin birinci hərfi böyük yazılır. Aydan Camallı, Səttar Bəhluzadə, Səməd Vurğun. Yer adlarının tərkibində küçə, ada, çay, şəhər, dağ və s. məkan bildirən sözlər kiçik hərflə yazılır. Qara dəniz, Muğan düzü, Araz çayı, Kiçik Qafqaz dağları. B bəndinin tapşırığına baxırıq. Nümunələri cədvəl üzrə qruplaşdırın. Mürəkkəb ad, söz birləşməsi və mürəkkəb söz arasındakı fərqi izah edin. Mən şifahi deyim, sonra yazılı formada sizə göstərəcəm. Deməli, damcılı bulağı. Baxın, bu bulağın adıdırsa, deməli, mürəkkəb addır. Çünki damcılı bulağı bir dənədir. Gəmiqaya bitişik yazılan mürəkkəb sözdür. Gürcüstan vətəndaşı. Bu Gürcüstanın hər hansı bir vətəndaşıdır. Yəni söz birləşməsidir. Baykal gölü Baykal gölündən bir dənədir. Ona görə də o mürəkkəb addır. Ağbulaq bitişik yazıldığına görə mürəkkəb sözdür. Göyçay narı. Göyçayın hər hansı bir narından söhbət gedir. Demək bu söz birləşməsidir. Aslanbəyli bitişik yazılan mürəkkəb sözdür. Daş Salahlı kəndin adıdır. Yəni konkret olaraq bu kəndə biz Daş Salahlı deyirik. Ona görə mürəkkəb addır. Ağ köynək hər hansı bir ağ köynək ola bilər. Bu söz birləşməsidir. Ağ köynək bitişik yazıldığı üçün mürəkkəb sözdür.
Yəni mürəkkəb sözlər bitişik yazılır. Göygöl yenə bitişik yazıldığına görə mürəkkəb sözdür. Bazar düzü zirvəsi. Bazar düzü dağdır, onun bir dənə zirvəsi var. Yəni bazar düzündən bir dənədir. Ona görə də biz buna deyəcəyik mürəkkəb ad. Bakı küçələri, Bakının hər hansı küçəsi ola bilər bu. Ona görə bu söz birləşməsidir. Yəni qruplaşdırıb yazsaq, siz bu formada yaza bilərsiniz. Mürəkkəb adlar: Damcılı bulağı, Baykal gölü, Daş Salahlı, Bazarcı zirvəsi. Söz birləşməsi: Gürcüstan vətəndaşı, Göy çayları, Ağ köynək, Bakı küçələri. Mürəkkəb sözlər: Gəmiqaya, Ağbulaq, Aslanbəli, Ağ köynək, Göy göl. Deməli, burada Ağ köynək sözü ayrı kimi görsənir. Əslində bitişik yazılmalıdır. Bunu düzəldim. Ağ köynək, bu bitişik yazılmalıdır. Çünki mürəkkəb sözdür. Ağ köynək ayrı yazıldığı zaman fikir verin. Burada ağ köynək, burada ayrı yazılıb söz birləşməsidir. Bitişik yazılanda mürəkkəb söz olur. Sonra yenidən burada yadda saxla hissəsi var. Bəzi mürəkkəb şəxs adlarının tərkibində Mirzə, Hacı, Şeyx, Seyid, Şah, Sultan, Ağa, Bəyim, Xatun, Bəy, Xan və s. kimi titul bildirən sözlər olur. Bu sözlər mürəkkəb adın əvvəlində gələndə böyük, əvvəldə olanda, sonda və ya orta gələndə kiçik hərflə yazılır. Məsələn, baxın, Şah İsmayıl, Hacı Qara, Abbasqulu Ağa ortada gəlib balaca yazıldı. Ağa Məhəmməd, Ağa əvvəldə gəldi böyüdür. Şah ortada gəldi kiçik yazılır. Baxın, Şah Qacar. Bəzi mürəkkəb yer adlarının tərkibində işlənən cənubi, şərqi, aşağı, orta, uzaq və s. kimi cəhət, istiqamət, ərazi bildirən sözlər böyük hərflə yazılır. Cənubi Amerika, Orta Asiya, Şimal Buzlu Okean, Uzaq Şərq, Aşağı Quşçu, Yuxarı Salahlı kimi ifadələr. Gəlirik C bəndinin tapşırığına. Cümlələrdə səhv yazılmış mürəkkəb adları müəyyənləşdirin və düzgün yazın. Bu kitab Şeyx Məhəmməd Xiyabani haqqındadır. Şeyx əvvəldə gəldiyinə görə mütləq böyük hərflə yazılmalıydı. Şeyx Məhəmməd Xiyabani bu formada. Qazax rayonunda ən qədim kəndlərdən biri aşağı Əskiparadır. Yəni aşağı yuxarı tipli ifadələr az əvvəl qeyd olundu ki, böyük hərflə yazılmalıdır. Ona görə bu söz aşağı Əskipara formasında yazılmalıdır. Bu avtomobillər Cənubi Koreyada istehsal olunur. Yəni Cənubi sözü böyük hərflə yazılmalıdır. Cənubi Koreya. Keçən əsrin əvvəllərində Nargin adasında həbs düşərgəsi var idi. Adanın adı böyük hərflədir. Ada sözünün özü kiçik hərflə olmalıdır. Ona görə də biz bu ifadəni Nargin adası yazmalıyıq. A böyük hərfli olmamalıdır. Osmanlı İmperiyasının 10-cu padşahı Sultan Süleyman Qanuni, həm də xəlifə titulu daşıyırdı. Yəni Sultan Süleyman da böyük hərflə olacaq. Sultan Süleyman Qanuni. Yəni Sultan böyük hərflə yazılmalıdır. Sırayla qeyd eləsək, deməli Şeyx Məhəmməd Xiyabani yazılacaq. Aşağı Əskipara, Cənubi Koreya, Nargin adası, Sultan Süleyman Qanuni. Bu formada öz qeydlərinizi götürə bilərsiniz. Bu videonun da sonuna gəldik. İnşallah bu kitabın davam izahlarına baxmaq üçün kanala abunə olmağı, videolarımızı bəyənib paylaşmağı unutmayın. Sağ olun.